Bismillahirrahmanirrahim. Guftəqoy kitabının birinci dərsi, dərsi əvvəl, birinci dərs. Əhval porsi, hal soruşmaq, əhval soruşmaq. Selam, selam. Salam verir, qarşılıq salam cavab alır. Hal-i şuma ve sizin halınız, şoma, hal-i şoma sizin halınız, xube, yaxşıdır. Elhamdülillah, xubəm. Allah həmd olsun, xubəm, yəni yaxşıyam. Şoma çətori, siz necəsiz? Xubəm, mütşəkkirəm, mütəşəkkirəm dərsində. Mütşəkkirəm bir söz diye bir söz yoxdur. Bu kısa formada elə danışıq dili formasında yazılıb. Kitab dilində belə bir söz yoxdur. Mütəşəkkir var. Mütəşəkkir sözü var. Təşəkkür edənəm. Mütəşəkkirəm yazılıb burada. Bu yazı özü səhvdir. Sadəcə danışıq dili üçün yazılıb və mənayı mütəşəkkirəmdir. Mütəşəkkirəm yəni təşəkkür eləyənəm. Xubəm, mütəşəkkirəm, yaxşıyam, təşəkkür edirəm. İsmi şoma çiye? Sizin adınız nedir? İsmi mən Hüseyni. Mənim adım Hüseyndir. Hüseyni bu qısaldılmış formasıdır. Kitab dili ilə əslində ismi mən Hüseyn əst olmalıdır. Hüseyn əst silinib, orada yerinə kəsrə gəlib olub Hüseyni. İsmi şoma çiye? Sizin adınız nedir? Be mənaya ismi şoma, yani be mənaya ismi to çiye? Sənin adın nədir? Şoma sənin mənasında gəlib burada. Amma cəm mənasında sizin adınız nədir? İsmi mən Mahmudi. İsmi mən Mahmudi. Mənim adım Mahmuddur. Xuda hafiz. Allah hifz eləsin. Allah amanında deməkdir. Hafiz, hifz sözüdür. Qorusun, hifz eləsin mənasında. Amma Allah amanında kimi tərcümə edirik. Xuda hafizə şoma. Allah sizi də hifz eləsin.